Belə. Deməli, samitlərin digər dərs izahına diqqətlə qulaq asaq. Əvvəl müəyyən hissəsini izah eləmişdim. Sonra BDGC ilə bağlı olan məlumatları izah eləmişdim. Sonra K ilə bağlı olan məlumatları izah eləmişdim. Sonra Q ilə bağlı olan məlumatları izah eləmişdim. İndi digər izahlarına baxaq. Deməli, samitlərdə sonu ST, ŞT, FT və XT samitlərlə bitən sözlər var. Məsələn, yenə deyirəm, sonu ST, ŞT, FT, XT samitlərlə bitən sözlərimizə mən heç bir şəkilçi yaxud da söz artırmasam, sonu ST, ŞT, FT, XT samitlərlə bitən sözlərimizə heç bir şəkilçi, heç bir söz artırmasam, ST, ŞT, FT, XT necə yazılacaqsa elə də tələffüz olunacaq. Məsələn, sərbəst yazılacaq, elə sərbəst formasında da tələffüz olunacaq. Baxın, sonu ST ilə bitib, ST necə yazılıbsa elə də tələffüz olunub. Sonra güzəşt yazılacaq, güzəştdə tələffüz olunacaq. Sonra neft yazılacaq, elə neftdə tələffüz olunacaq, neft. Sonra vaxt yazılacaq, vaxt, elə vaxtda tələffüz olunacaq. Baxın, sonu ST, ŞT, FT və XT samitlərlə bitən sözlərə. O, həmin ST, ŞT, FT, XT-dan sonra mən heç bir şəkildə heç bir söz artırmasam, elə ST, ŞT, FT, XT necə yazılacaqsa, o formada da tələffüz olunacaq. Yəni, dəyişməyəcək. Amma sonu ST, ŞT, FT, ST, ŞT, FT və XT ilə bitən sözlərə mən götürüb samitlə başlayan şəkilçi, samitlə başlayan sözü artırsam, yenə də həmin sözləri yazım, sərbəst, güzəşt, neft, vaxt. Yəni, sonu ST, ŞT, FT, XT ilə bitən sözlərimizə götürüb samitlə başlayan şəkilçi, samitlə başlayan sözü artırsam, onda ST, ŞT, FT, XT-dakı T-lar tələffüzdə düşəcək. Məsələn, sərbəst söz, fikir verdiniz, sonu ST ilə bitən sözümüzə, sərbəst, sonu ST ilə bitib də, samitlə başlayan bir söz artırdım, söz sözünü elə artırdım. Bu zaman ST-dakı T düşəcək, tələffüzü belə olacaq. Sərbəst söz. Yaxud da, güzəştsiz, baxın, sonu ŞT ilə bitən sözümüzə güzəşt. Samitlə başlayan şəkilçi artırdım bu səfər. Yenə də T tələffüzdə düşəcək. Olacaq güzəştsiz. Sonra neft, məsələn, tankeri. Sonu FT ilə bitən sözə samitlə başlayan söz artırdım. FT-dağı T düşəcək tələffüzdə. Olacaq neft tankeri. Sonra vaxt, məsələn, vaxtsız, sonu XT ilə bitən sözümüzə samitlə başlayan şəkilçi artırdım, yenə də T düşəcək. Vaxt, tələffüz olacaq vaxtsız bu formada. Deməli, sonu ST, ŞT, FT, XT ilə bitən sözlərimizə bu ST, ŞT, FT, XT-dan sonra mən götürüb samitlə başlayan şəkilçi, samitlə başlayan söz artıranda T-lar tələffüzdə düşür. Bax, sərbəst söz. Sonu ST ilə bitən sözümüzə götürüb samitlə başlayan söz artırdım. Tələffüzdə T samiti düşdü tələffüzdə. Güzəştsiz. Sonu ŞT ilə bitən sözümüzə samitlə başlayan şəkilçi artırdım. Yenə də T düşdü. Neft tankeri. Sonu FT ilə bitən sözümüzə samitlə başlayan söz artırdım. T düşdü tələffüzdə. Vaxtsız. Sonu samitlə bitən vaxt, sonu XT ilə bitən sözümüzə samitlə başlayan şəkilçi artırdım. T-lar tələffüzdə düşdü.
Deməli, ümumiləşdirmə aparanda sonu s, t, ş, t, f, t, x, t ilə bitən sözlərimizə heç nə artırmasam, s, t, ş, t, f, t, x, t olduğu kimi qalacaq. Amma samitdən başlayan şəkildə söz artırsam, t-lar tələffüzdə düşəcək. Daha sonra digər izahata fikir verək. Deməli, sonu s, t, ş, t, f, t və x, t. Sonu s, t, ş, t, f, t, x, t hərf birləşmələri ilə bitən sözlərimizə bu səfər saitlə başlayan götürüb şəkilçi artırsam, saitlə başlayan söz artırsam, bu zaman həmin t samitində s, t, ş, t, f, t, x, t-dakı t samiti tələffüzdə d səsinə çevriləcək. Məsələn, sərbəst sözünə sərbəst sözü sonu s, t ilə bitib, saitlə başlayan şəkilçi artırıram, sərbəstin. Tələffüzdə t, d-yə çevriləcək. Olacaq sərbəstin. T, d-yə çevriləcək. Sonra güzəşt et. Tələffüzdə t, d-yə çevriləcək. Olacaq güzəşt et. Sonra neft avadanlığı tələffüzdə neftdəki t, d-yə çevriləcək. Olacaq neft avadanlığı. Sonra məsələn vaxtı saitlə başlayan şəkildə artırdım. T tələffüzdə çevriləcək, d-yə olacaq vaxtdı. Qısa konkret, sonu s, t, ş, t, f, t, x, t ilə bitən sözlərimizə saitlə başlayan şəkildə söz artıranda həmin s, t, ş, t, f, t, x, t-dakı t-lar tələffüzdə d samitinə çevriləcək. Deməli, heç nə artırmayanda s, t, ş, t, f, t, x, t olduğu kimi qalır tələffüzdə. Samitdən başlayan şəkildə söz artıranda s, t, ş, t, f, t, x, t-daha t-lar düşür tələffüzdə. Saitdən başlayan şəkildə söz artıranda s, t, ş, t, f, t, x, t-daxı t-lar tələffüzdə d-yə çevrilir. Daha sonra digər bir mövzuya fikir verək. Deməli, bilmək lazımdır ki, sonu eyni cinsli qoşa samitli tək hecalı sözlər ərəb mənşəlidir. Yəni, məsələn, xət sonu eyni cinsli və t eyni cinslidə qoşa samitli tək hecalı söz. Yaxud da sir, yaxud da həd, haqq. Sonu eyni cinsli qoşa samitli tək hecalı sözlərin hamısı ərəb mənşəli sözlərdir. Bu bir. İkinci, sonu eyni cinsli qoşa samitli tək hecalı sözlərə mən götürüb samitlə başlayan şəkilçi artırsam, bu qoşa samitlərdən biri düşəcək. Həm yazışda düşəcək, həm tələffüzdə. Məsələn, xət sözünə samitdən başlayan keş şəkilçisi artırıram. Xət, keş. Qoşa t-tının biri həm yazışda düşəcək, həm də tələffüzdə. Xət, keş. Nə zaman samitdən başlayan şəkilçisi artıranda? Yaxud da sir sözünə samitdən başlayan daş şəkilçisi artırır. Olur sir, daş. Qoşa samitlərdən biri. Eynisli qoşa samitlərdən biri. Həm yazışda, həm tələffüzdə düşəcək. Olacaq sirdaş.
Sonu eynicisli qoşu samitliyi tək hecalı sözlərə, bu tipli yanı sözlərə. Samitdən başlayan şəkilsi artıranda qoşu samitlərdən biri həm yazışda, həm tələffüzdə düşdü. Bəs saitdən başlayan şəkilsi artıranda isə qoşa samitlərdən heç birisi düşmür. Bəzən qoşa samit dəyişə bilər, dəyişməyə də bilər, amma heç birisi düşmür. Məsələn, xəttin sözünə in, saitdən başlayan şəkilsi artırdım. Qoşa t-tı heç birisi düşmədi. İkinci t tələffüzdə d-yə çevrildi. Xət, din. Sirrin sözü. Saitdən başlayan şəkilsi artırdım. Qoşa r-r yenə də heç birisi yazılışda düşmədi. Tələffüzdə elə necə yazılısı elə də qaldı. Sirrin. Bu formada. Yəni saitdən başlayan şəkilsi artıranda qoşa samitlərin heç birisi düşmür. Bəzən qoşa samitlərdən biri özün cingiti qarşılığı kimi tələffüz oluna bilər. Bəzən də yazıldığı kimi tələffüz olunacaq. Əsas məsələ yəni heç birisi düşməyəcək. Daha sonra digər bir məlumatıdır. O da nədir? Bu eynicisli qoşa samitli sözlər. Mürəkkəb sözün ikinci tərəfi olduqda qoşa samitlərdən yenə də biri düşəcək. Məsələn, həm yazışda özdə, həm tələffüzdə. Rəsm xət sözündə, biz bilirik ki, xətdə 2 dənə t-tı var da. Amma o mürəkkəb sözün ikinci tərəfi olanda, o qoşa t-tının qoşa samitlərdən biri düşəcək. Həm yazışda, həm də tələffüzdə düşəcək. Bu formada. Sonra digər bir məlumatı deyim. Gəldik eyni cinsli qoşa samitlər və müxtəlif cinsli qoşa samitli sözlər. Əvvəlcə eyni cinsli qoşa samitli sözlərdən k, sonra p, q və y ilə bağlı məlumatı deyək. Əvvəlcə k-ni deyək ki, k, p, bircə dəqiqə. K, p, t, sonra q və y. Hansı sözün tərkibində qoşa k varsa, həmin qoşa k-lardan ikincisi, birinci yox, ikincisi özünün cingiti qarşı olan g-yə çevriləcək. Yaxud da hansı sözün tərkibində qoşa p varsa, həmin qoşa p-lardan ikincisi özünün cingiti qarşı olan b-yə çevriləcək. Yaxud da hansı sözün tərkibində qoşa t varsa, həmin qoşa t-lardan ikincisi özünün cingilti qarşılığı olan d-yə çevriləcək. Məsələn, 8 sözün tərkibində qoşa nə var? K var. Bu zaman qoşa k-lardan ikincisi sək-giz. Baxın, özünün cingiltili qarşılığı olan g-yə çevrildi tələffüzdə. Yaxud da deyirəm ki, hoppa. Sözün tərkibində qoşa p var. Qoşa p-lardan ikincisi özünün cingilti qarşılığı olan b-yə çevriləcək. Hoppa. Yaxud da əlbəttə sözün tərkibində qoşa t var. Bu qoşa t-lardan ikincisi özünün cingilti qarşılığı olan d-yə çevriləcək. Əlbəttə. Deməli, qoşa k, p, t-ları bilmək lazım ki, ikinciləri özlərinin cingilti qarşılığına çevrilir. Amma hansı sözün tərkibində qoşa q varsa, birinci q özünün kar qarşılığı olan k-yə çevriləcək, ikinci q olduğu kimi qalacaq. Məsələn, bax, bunlarda ikincilər çevrilirdi. K, p, t-larda ikinciləri özlərinin cingilti qarşılığına çevrilirdisə, qoşa q-da birinci q özünün kar qarşılığına çevriləcək. Məsələn, saq qız sözündə birinci q, bax, yazıram, s-a, birinci q özünün kar qarşılığı olan k-yə çevrildi. Saq qız. Bu formada. Daha sonra, əgər sözün tərkibində qoşa y samiti varsa və bu qoşa y samiti əgər iyyət iyyənin tərkibindədirsə,
Qoşa y samiti. İyyət, iyyət, iyyənin tərkibindədirsə, bilin ki, qoşa y samitindən biri tələffüzə düşəcək. Məsələn, yazıram ki, ədəbiyyat. Baxın, sözün tərkibində qoşa iyyatın tərkibində qoşa y var. Sözdə düzdür. Deməli, y-nin biri tələffüzə düşəcək, olacaq ədəbiyyat. Bir y-nin. Daha sonra mədəniyyət. Mədəniyyətdə qoşa y-yi iyyətin tərkibindədir. Y-nin biri tələffüzə düşəcək, olacaq mədəniyyət. Bir y-nin, yəni tələffüz olunacaq. Y-nin biri tələffüzə düşdü. Yaxud da bələdiyyə. Qoşa y-yi yenə də iyyənin tərkibindədir. Deməli, y-nin biri tələffüzə düşəcək. Bələdiyyə. Deməli, qoşa y-yi samiti əgər sözdə iyyət və iyyənin tərkibində olanda qoşa y-yi samitinin biri düşəcək. Yəni, qoşa y-lərdən biri düşəcək. Amma qoşa y-yi samiti iyyət, iyyənin tərkibində olmasa, onda qoşa y-nin ikisi də yazılacaq. Qoşa y-nin ikisi də yazılacaq, ikisi də deyiləcək. Məsələn, xəyyam. Qoşa y-yi samiti burada var. Amma bu qoşa y-yi samiti iyyənin tərkibində deyil. Onda y-nin ikisi də yazılacaq, ikisi də deyiləcək. Xəyyam. Yaxud da deyirəm əyyam. Qoşa y-yi var, amma iyyənin tərkibində deyil. Ona görə ikisi də yazılacaq, ikisi də deyiləcək. Əyyam. Yaxud da səyyah. Qoşa y-yi samiti deməli var, amma iyyənin tərkibində deyil. Ona görə ikisi də yazılacaq, ikisi də deyiləcək. Yəni, kifayət qədər belə nümunələr göstərmək olar. Deməli, qoşa y-yi samiti iyyənin tərkibində olmasa, y-nin ikisi də yazılacaq, ikisi də tələffüz olunacaq. Bir də dilimizdə bir y-la yazılan sözlər var. Bir y-la yazılıb, bir y-la tələffüz olunan sözlər. Qafiyə, saniyə, haşiyə, sonra mərsiyə, tərbiyə, hekayə, nahiyə. Bunlar bir y-la yazılan sözlərdir ki, bunlar bir y-la yazılıb, bir y-la da tələffüz olunacaqlar. Bir y-la yazılıb, bir y-la da tələffüz olunacaqlar. Qafiyə, saniyə, haşiyə, mərsiyə, tərbiyə, hekayə, nahiyə, bu tipli sözlər, bir də tövsiyə sözü. Bir y-la yazılıb, bir y-la tələffüz olunacaqlar. Bunlar bir növ istisna sözlərdir. Bunları əzbər yadda saxlayın, çalışın. Sonra eynicisini qoşa y-yi samitində dedim. İndi n samiti ilə bağlı məlumatı deyim ki, n samiti, əgər n samiti sözdə b samitindən və m samitindən, bəzən də p samitindən əvvəl gələndə, yəni belə də n, b, sonra n, m, n, p samitlərindən əvvəl gələndə tələffüzdə n samiti m samitinə çevriləcək. Olacaq m, b. M, m. M, p. Məsələn, deyirəm ki, sünbül. Baxın, n samiti b-dan əvvəl gəlib. Tələffüzdə n samiti b-dan əvvəl gəlib necə tələffüz olunurdu? M, b kimi. Olacaq onda sünbül. Bu formada tələffüz olunacaq. Sonra qanmaz. N samiti m-dan əvvəl gəlib. Necə tələffüz olunacaq? Tələffüz olunacaq qam, bax m kimi. Qanmaz formasında tələffüz olunacaq. Sonra monpası. Necə tələffüz olunacaq? N samiti p-dan əvvəl gəlib. Tələffüz olunacaq mampası.
Yəni n nəyə çevriləcək? M-yə çevriləcək. Yəni n samiti b-dan, m-dan, p-dən əvvəl gələndə n, m kimi tələffüz olunacaq. Amma dilimizdə bir də elə m kimi yazılıb, m kimi tələffüz olunan sözlər var. Kömbə, sonra kombi, kombayn, sonra kompas, gumbara, bomba, pambık, lampa, peyğəmbər, sonra sambo, sonra simfoniya, sonra ansambl, sonra kommunal, və s. Kombi, kommunal, bu tipli sözlər, bunlar m ilə yazılacaqlar. Baxın, m ilə yazılıb, m kimi də tələffüz olunacaqlar. Da, bunlar n ilə yazılmayacaq. Bunlar m ilə yazılıb, m ilə tələffüz olunan sözlərdir ki, bunlar istisna sözlərdir. Bunları hamısını mən sual-cavabda sizdən əzbər soruşacağım. Bunlar istisnalardır ki, bunları əzbər bilmək lazımdır. Sonra digər bir hissəyə baxaq. O hissə nədən ibarətdir? Hə. Müxtəlifcisli qoşa samit. Eynisili qoşa samitlərdən əvvəlcə bitirək, sonra müxtəlifçiləri çəkəcək. Deməli, eynisili qoşa samitlərdə dedik ki, k, t, p, eynisili qoşa samitlərin ikincisi özlərinin cingilti qarşılığı kimi tələffüz olunur. Q-da isə birinci q, k kimi tələffüz olunur. Və y-da isə əgər iyyət, iyyənin tərkibindənsə y-nın biri düşür. Tərkibində deyilsə ikisi də yazılacaq, ikisi də deyiləcək. Bir də eynisili qoşa samitlərdən qoşa l-l, m-m, n-n, r-r, c-c, v-v, v-v, sonra d-d, f-f, z-z, s-s, ş-ş və b-b. Eynisili qoşa, bu eynisili qoşa samitlərimiz yazıldığı kimi tələffüz olunacaq. Yəni, qoşa l-l yazılacaq, elə l-l kimi də deyiləcək. M-m yazılacaq, m-m kimi deyiləcək. N-n yazılacaq, n-n kimi deyiləcək. R-r yazılacaq, elə r-r kimi deyiləcək. C-c yazılacaq, c-c kimi deyiləcək. V-v yazılacaq, v-v kimi deyiləcək. D-d yazılacaq, d-d kimi deyiləcək. F-f yazılacaq, f-f kimi deyiləcək. Z-z yazılacaq, z-z kimi deyiləcək. S-s yazılacaq, s-s kimi. Ş-ş yazılacaq, ş-ş kimi deyiləcək elə. Bu yazılacaq, bu kimi deyiləcək. Məsələn, yazıram ki, 50. Sözün tərkibində qoşa l-l var? Var. Deməli, onda l-l yazılacaq, elə l-l da deyiləcək. 50 yazılacaq, 50 də deyiləcək. Yaxud da, yazıram ki, qamma şüaları. Sözün tərkibində qoşa m-m var? Var. Onda q-q yazılacaq, elə q-q da deyiləcək. Qamma. Sonra yazıram ki, n-n, cənnət. N-n var sözün tərkibində? Bəli, var. Deməli, n-n yazılacaq, elə n-n da deyiləcək. Cənnət yazılacaq, cənnət də deyiləcək. Sonra yazıram, qoşa cərrah yazıram. Cərrah. R-r. R-r yazılacaq, elə r-r da deyiləcək. Cərrah. Sonra yazıram ki, təəccübdə, təəccüb sözündə qoşa c-c var da, düzdür? C-c-nin ikisini yazacağım, ikisi də deyiləcək. Baxın, c-c-nin ikisi də yazıldı, ikisi də deyildi. Sonra yazıram əvvəl. Qoşa v-v var. Deməli, v-v-nin ikisi də yazılacaq, ikisi də deyiləcək. Əvvəl. Sonra yazıram addım.
Qoşa dıdı var, düzdür? Dıdının demək ikisi də yazılacaq, ikisi də deyiləcək. Sonra yazıram xiffət. Qoşa fıfı var. Fıfının ikisi də yazılacaq, ikisi də deyiləcək. Xiffət. Sonra yazıram ləzzət. Qoşa zızı var. Zızın ikisi də yazılacaq, ikisi də deyiləcək. Yazıram qüssə. Qoşa sısı var. Sısının ikisi də yazılacaq, ikisi də deyiləcək. Sonra yazıram deməli meşşan. Qoşa şışı var. Şışının ikisi də yazılacaq, ikisi də deyiləcək. Sonra yazıram Abbas. Bunun ikisi də yazılacaq, ikisi də deyiləcək. Yəni, hansı sözlərin tərkibində bu qoşa, eynisli qoşa, bu samitlər varsa, necə yazılacaqsalarsa elə də tələffüz olunacaqlar. Birdən deyirsən, müəllim, bu qədər eynisli qoşa samiti biz necə yadda saxlayaq? Deyirəm, bax, L, M, N, R sonor samitlərdir də, sonor samitlərin qoşaları. Sonra, Cavid adındakı samitlər var, C, C, V, V, D, D. Onların qoşaları. Sonra, V, V-nın kar qarşılığı F, F. Sonra, Z, Z-nın kar qarşılığı S, S. S, S-nın quyruqlusu Ş, Ş, bir də B, B. Bu formada yadda saxlayın. Mən belə yadda saxlamışam. Belə düşünürəm ki, çox da çətin deyil. Sonor samitlərin qoşaları L, L, M, M, N, N, R, R. Cavid adındakı C, C, V, V, D, D-nin qoşaları. Sonra V, V-nin kar qarşılığı olan F, F. Z, Z, kar qarşılığı S, S, quyruqlusu Ş, Ş və B, B. Bunların qoşaları. Bunlar necə yazılacaqsa o formada tələffüz olunacaqlar. Bəzi istisnalar olacaq, amma istisnaları da biz test prosesində qarşımıza çıxdıqca izah edəcəyik inşallah. Bir də var sözün tərkibində müxtəlif cinsli qoşa kar samitlər. Məsələn, yəni müxtəlif cinsli qoşa kar samit deyəndə adətən x-t, f-t bunlar nəzərdə tutulur. Yəni sözün tərkibində daha çox bunlar işlənir daha doğrusu. Sözün tərkibində müxtəlif cinsli qoşa kar samit var. Məsələn, deyirəm ki, saxta, həftə, sonra köç, gün. Sözün tərkibində əgər gördünüz ki, 2 dənə müxtəlif cinsli qoşa kar samit varsa, baxın, x-t həm samitdir, həm müxtəlif cinslidir, həm də ikisi də kar samitdir. Sözün tərkibində müxtəlif cinsli qoşa kar samit varsa, bu zaman o qoşa kar samitlərdən ikinciləri özünün cingiti qarşına çevriləcək. Saxta yazılacaq, saxda deyiləcək. Yəni, ikinci qoşa kar samitdən ikincisi özünün cingiti qarşına çevrildi. Sonra, həftə yazılacaq, həftə deyiləcək. Baxın, t, d-yə çevrildi. İkincisi qoşa kar samitlərdən ikincisi özünün cingiti qarşı olan d-yə çevrildi. Sonra köçkün yazılacaq və köç gün şəklində tələffüz olunacaq. Yəni, müxtəlif cinsli qoşa kar samitdən ikincisi özünün cingitli qarşına çevrildi. Bu formada, yəni sözün tərkibində 2 müxtəlif cinsli qoşa kar samiti varsa, həmin qoşa kar samitlərdən ikincisi özlərinin cingitli qarşına çevriləcəklər. Bir də var ki, sözün tərkibində 2 müxtəlif qoşa kar samit var. Məsələn, daş, kənd, şturman, şpris, sonra şkaf, sonra məşhur, sonra mister. Bu sözlərin tərkibində 2 müxtəlif kar samit olsa da, baxın, Daşkənddə ş-k, şturmanda ş-t, şprisdə ş-p, şkafda ş-k.
Məşhurda ş-hı, misterdə s-tı. Bu sözlərin tərkibində iki müxtəlif qoşa kar samiti olsa da, bunlarda ikincilər özlərinin cingiti qarşılığı kimi tələffüz oluna bilmirlər. Və bunlar bir növ əzbərlənməlidir. İstisna sözlərdir ki, istisna. Bu sözlərin tərkibində iki müxtəlif qoşa kar samiti olsa da, bu kar samitlərdən ikinciləri özlərinin cingitli qarşılığına çevrilə bilmirlər. Bunu da dedik, bunları yəni əzbərlənmək lazımdır ki, istisnalardır, istisnalar da qaydaları pozmur. Sonra hansı sözün tərkibində l samiti, d, t, z, s, j, ş, c, ç samitlərindən sonra gəlsə, l samiti d kimi tələffüz olunacaq. Məsələn, bulud, düzdür, d. Bulud, l. Bax, l samiti d-dan sonra gəldi. Düzdür? Onda l samiti necə tələffüz olunacaq? D kimi olacaq. Bulud, du. Fikir verdiniz? L samiti d-dan sonra gəldiyinə görə l samiti tələffüzdə d-yə çevrildi. Yaxud da alətlər. Baxın, l samiti burada t-dan sonra gəlib. Onda belə olacaq. Alətlər. Sonra qızlar. L samiti z-dan sonra gəldi. Ona görə necə olacaq? Qızdar. Fikir verdiniz? L d-yə çevrildi. Sonra yaslar. Məsələn, yaslı olsunlar. Necə olacaq? Yazdı. Yəni l samiti d-yə çevriləcək. Niyə? S-dan sonra gəldiyinə görə. Garajlar. L samiti j-dan sonra gəldi. Ona görə olacaq garajdar. Quşlar. L samiti ş-dan sonra gəldi. Necə olacaq? Quşdar. Sonra ağaclıq. L samiti c-dan sonra gəldi. Olacaq ağacdıq. Gördünüz? Yəni l nəyə çevrildi? D-ya. Sonra köç. Məsələn, Məsələn, köçlük. Olacaq köşdü. L samiti c-dan sonra gəldiyinə görə l d-ya çevrildi. Yəni qısa konkret l samiti d, t, z, s, j, ş, c, ç-dan sonra gələndə l samiti tələffüzdə d-ya çevriləcək. Amma l samiti n-dan sonra gəlsə, n-dan sonra, onda l, n kimi tələffüz olunur. L, n-ya çevriləcək. Məsələn, çəmən, çəmənlik. L samiti nədən sonra gəldi? N-dan sonra gəldi. Ona görə l nəyə çevriləcək tələffüzdə? N-ya. Olacaq çəmənni. Fikir ver. L samiti n-dan sonra gəldiyinə görə l nəyə çevriləcək? N-ya çevriləcək. Çəmənni. Sonra l samiti r-dan sonra gəlsə, onda l r-ya çevriləcək. Məsələn, deyirəm ki, çinar, çinarlar. Fikir verdiniz? L samiti r-dan sonra gəldi. Olacaq çinarlar. Bu formada. Deməli, l samiti bu samitlərdən sonra gələndə tələffüz qaydasını dedim. Daha sonra stan şəkilçisi ilə bağlı məlumatı deyim. Bir var ıstan, bir var stan. Əslində bunların ikisi də eyni şəkilçidir. Sadəcə olaraq söz əgər samitlə bitərsə, onda ıstanı artıracam. Məsələn, dağ nə ilə bitib? Samitlə bitib. Ona görə dağ ıstanı artıracam. Istan. Amma söz saitlə bitsə, saitlə, onda artıq stanı artıracam. Olacaq. Məsələn, gürcü. Gürcü.
Söz sahiddən bitib, ona görə sahidlər toqquşmasında ıstandaxı əslində ı düşüb qalıb stan. Ondan görə stan artırın. Gürcüstan. Hər ikisində istər ıstan, istər stan şəkilsinin tələffüzündə ikinci t'lar özlərinin cingiti qarşılığı olan d'ya çevriləcəklər. Yəni Dağıstan sözünün tələffüzü Dağıstan formasında olacaq. Sonra Gürcüstanda olacaq Gürcüstan bu formada. Sonra mənə t'lar nəyə çevrildi tələffüzdə? D'ya çevrildi. Hansı sözün tərkibində avto varsa, bilin ki, avtodakı v, f kimi tələffüz olunacaq. Məsələn, avtobus tələffüzdə v, f-yə çevriləcək olacaq. Avtobus. Yaxud da deməli, avtomobil tələffüzdə olacaq, v, f-yə çevriləcək olacaq. Avtomobil. Və s. Sonra digər bir sözdən bağlı xüsusi ilə deyim. Bağça, bir də boğça. Bax, bu sözlər adətən qarışdırılır. Bu sözlərin tələffüz qaydasında, bax, fikir verin, əvvəlcə yazılış qaydasına fikir verin. Birinci, qoşa samitlərdən birincisi cingiltili, ikincisi kardır. Düzdür? Q, yəni cingiltili, Ç də kardır. Tələffüzdə bunlar yerlərini dəyişəcək. Necə? Yəni artıq birincisi kar olacaq. Bax. İkincisi isə kar isə yəni çevrilib cingiltili olacaq. Baxca. Tələffüzü belə olacaq. Fikir verdiniz? Yazışda birinci cingiltili, ikinci kar idisə, tələffüzdə birinci kar, ikincisi cingiltili oldu. Yəni bağça yazılacaq, baxca deyiləcək. Eyni qayda buna da aiddir. Birinci cingiltili, ikinci kar da belə olacaq. Dəyişəcək. Birincisi kar olacaq, boğca. İkincisi də cingiltili olacaq. Sonra indi müəllimlər. Bəli. Bəli, doğru. Doğru. Diqqət sözündə birinci q, ensi qoşa q-qlarda birinci q k kimi tələffüz olunur. Birinci q k. Deməli cavabımız nə oldu? 1, 4, 6 bir də. E bəndə. Bəli. Müəllimə, 20-ci bəli, E variantı. 20-ci suala da baxın, daha sonra digər müəllimlərimizə keçək. Buyurun.
Baxın müəllimə. Demişdik ki, qoşa l izahatda indi dedik m, sonra n, r, c, v, d, sonra f, s, z, s, bir də b. Bunlar dedik necə yazılacaqsa elə də qalacaq. İndi baxıram şiddətdə qoşa d var. Deməli necə yazılacaqsa elə qalacaq. Təəccübdə qoşa c var. Bəli, doğru. Yəni mütək G formasına Q Y çevriləcək. Aha, doğru. Ona görə cavabımız doğru cavabımız D bənd. Amma digərlərində qoşa f-larda d, bunlar necə yazılacaqsa elə də tələffüz olunacaq. İnşallah. Sağ olun müəllimə. Ailə müəllimə, buyurun mikrofon açın zəhmət olmasa. Salam, hər vaxt xeyirli olsun. 21-ci sual, buyurun müəllim. Hı hı, hı hı. Bəli, doğru müəllimə. Deməli, təfəkkürdə qoşa k2 olduğuna görə ikinci k g kimi tələffüz olundu, yəni cingiltili tələffüz olundu. Müfəttişdə qoşa t olduğu üçün ikinci t d kimi tələffüz olundu. İkincisi yəni özünün cingilti qarşılığı kimi tələffüz olundu. Librettoda qoşa da ikinci t özünün cingilti qarşılığı kimi tələffüz olundu. Libretto. Hoppanmaqda qoşa da ikinci p özünün cingilti qarşılığı olan b kimi tələffüz olundu. Hoppanmaq. 1, 2, 3, 6. Doğru cavabımız C. Aha, digər 22-ci sualı müəllimə buyurun. Baxın bir şey deyim müəllimə. Ümumiyyətlə cingilti samit müəllimə diqqətlə qulaq asın. Hə. Ümumiyyətlə bir şey yadda saxlamaq lazımdır ki, cingiltili samitlərdən kar samitlərin çoxusu bir-biri ilə qarşılıq təşkil eləyir. Bir-biri ilə qarşılıq təşkil edən bu cingiltili kar samitləri tələffüz eləyəndə ağız eyni formada olur. Ağız eyni formada olur və səslər də bir-birinə oxşayır. Məsələn, baxın tələffüz edin. B-nin kar qarşılığı P-dır. Fikir verin, ağzımız eyni formada oldu. B, P. Eyni zamanda səslər də bir-birinə oxşayır. Ona görə buradan bilirəm ki, bunlar bir-birinin qarşılığıdır. Baxın, B bəndində Z, onun kar qarşılığı S. Ağız eyni formada oldu və səslər bir-birinə oxşadı. Deməli, bunlar bir-birinin qarşılığıdır. Yaxud da D, onun kar qarşılığı T. Ağız eyni formada oldu və səslər də bir-birinə oxşadı. Deməli, bunlar da bir-birinin kar qarşılığıdır. Yəni D-nin kar qarşılığı T-dir. Burada da C-də də G cingiltili samitin kar qarşılığı K-dır. Baxın, ağız eyni formada oldu və səslər də bir-birinə oxşadığına görə bunlar da bir-birinin qarşılığıdır. Eyni zamanda B, P ağız eyni formada oldu, səslər də bir-birinə oxşadı. Deməli, bunlar da bir-birinin qarşılığıdır. J, Ş ağız eyni formada oldu və səslər də bir-birinə oxşadı. Deməli, bunlar da bir-birinin qarşılığıdır. X, ağız eyni formada oldu, səslər bir-birinə oxşadı. Bunlar da bir-birinin qarşılığıdır. V, F, ağzımız eyni formada oldu, səslər bir-birinə oxşadı. Deməli, bunlar da bir-birinin qarşılığıdır. C, Ç-da da elə. Amma baxın, V ilə P-da ağız eyni formada olmur. Biri V, dodaq dişlər arasına keçir V-ni deyəndə. P-da isə dodaqlar qapanır bir-birinə. Deməli, ağız eyni formada olmadı. Eyni zamanda səslər də bir-birinə oxşamadı. Ğ ilə Q-da da səslər bir-birinə qətiyyən oxşamır, ağız eyni formada olmur. Deməli, doğru cavabımız ona görə A bəndidir. Yəni bir-birinin qarşılığını təşkil etməyənlər. Sağ olun müəllimə. Sağ olun. Aytə müəllimə, zəhmət olmasa mikrofonu açardınız.
Salam Cavit, mənim aşağınız xeyir. Salam, hər vaxtınız xeyirli olsun. Buyurun müəllimə, 23-cü sual. Hansı sözdə iki istiqamətinin qarşılığı vardır? Müəllimə, bir şey izah eləyim. Diqqətlə qulaq asın müəllimə. Bəzi şeyləri izah eləyim burada. Müəllimə. Mi- Aha. Mikrofonu bağlayın, sizin səsi qırıq-qırıq gəlir. Səsi qırıq-qırıq gəlir. Mikrofon bağlayın, izah edin bir hissəni. Burada bəzi nüanslar var, onu doğru istiqamətdə deməlisiniz müəllimə. Deməli bizdən deyir ki, hansı sözdə c samitinin kar qarşılığı var? C samitinin kar qarşılığı ç səsidir. Ç. K yox ha, ç səsidir. Yəni deyir ki, hansı sözdə c samitinin kar qarşılığı, yəni ç var. İndi biz ümumiyyətlə yadda saxlamaq lazımdır. Fonetikada testləri yazarkən əgər bizdən səsləri tapmaq, saitləri tapmaq, samitləri tapmaq tələb olunursa, deməli biz həmin sözlərin tələffüzünü yazıb tapmalıyıq. Burada da 23-cü sualda deyir ki, hansı sözdə g samitinin kar qarşılığı var? Yəni samiti tapmaq tələb olunur da bizdən. Madəm samiti tapmaq tələb olunursa, onda bunların hamısının tələffüzünü yazıram. Seçki tələffüzü oldu seçki. Seçki. Bir dəqiqə. Tələffüzünü yazıram. Seç. Bəli. Müəllimə, mikrofon bağlı zəhmət olmasa indi izah edəcəm. Sonra ləçək sözünü yazıram. Ləçə. Sonra kassa sözü tələffüzü olur. Kassa. Sonra çəkic sözünün tələffüzünü yazırıq. Çəkic. Marka sözünün də tələffüzünü yazırıq. Marka. Deməli, c-nin k qarşı olan k hansı sözdədir? Biz sözlərin tələffüzünə baxırıq. Seçki sözündə yoxdur. Tələffüzə baxıram ki, k bizdən deyir axı hansı sözdə c samitin k qarşılığı var, yəni k var. Seçki sözündə k yoxdur. Deməli, A bəndə olmaz. Çünki yenə də deyirəm, biz sözlərin tələffüzünə baxıb tapacağıq. Yazısına baxmayacaq. Ya tələffüzündə də baxıram, seçki sözündə k yoxdur. Yəni c samitin k qarşılığı olan k yoxdur. Ona görə A olmaz. Ləçək sözünün tələffüzünə baxıram, görün burada da k yoxdur, ona görə B də olmaz. Kassa sözünə baxıram, burada da k yoxdur, k var amma k yoxdur, deməli C də olmaz. Marka sözünə baxıram, burada da k var ancaq k yoxdur, deməli D də olmaz. Çəkic sözünə baxıram, burada isə k var. Deməli doğru cavabımız, yəni c santikar qoşulu olan k çəkic sözündədir. Cavabımız E bəndi. Aydın oldu müəllimə? Söyle müəllimə, zəhmət olmasa mikrofonu açardınız. Salam müəllimə, hər vaxtınız xeyirli olsun. Buyurun müəllimə, 24-cü sualdan davam eləyək. Bəli, müəllimə bir şey deyim. Burada bununla bağlı bir dəfəlik bir qayda kimi yadda saxlayın. Müəllimə, bizim hər zaman ağzımızdan k səsi çıxır ha, k demirəm ha. K səsi. K səsi çıxırsa, bilin ki, o k səsi ömrü billah dəyişə bilməz. O ömrü billah xüstüşdürük kimi tələffüz oluna bilməz. Ağzımızdan k çıxırsa, o xüstüşdürük ola bilməz. Yəni i səsi ola bilməz. Aydındır müəllimə? Ona görə texnik sözündə burada tələffüz eləyəndə k dediksə, deməli orada k heç vaxt xüstüşdürük kimi tələffüz oluna bilməz. Aydındır müəllimə?
Aydın oldu müəllimə? 25-ci sualda deyim müəllimə, 25-ci sual. Doğru müəllimə, doğru. Çox sağ olun, mikrofon bağlaya bilərsiniz. Sonra Ülker müəllimə zəhmət olmasa mikrofonu açardınız. 26-cı sual buyurun. Aha. Müəlliməm, deməli, məsələn, A bəndində niyə olmadı? Hə. Sizə bir variant deyim də müəlliməm. Baxın, e, bilmək lazımdır ki, bir dənə x üstüşdürük kimi, yəni x üstüşdürük kimi tələffüz olunan hərfimiz bilirsiniz hansıdır müəllimə? Cəmi bir dənə k-dır, k hərfi. Başqa hərfimiz heç vaxt x üstüşdürük kimi tələffüz oluna bilməz. 32 hərfimizdən yalnız k hərfi x üstüşdürük kimi tələffüz oluna bilər. İndi çərpələng sözündə siz k hərfini görürsüz. Yox, belə görünüşdə Q hərfini görürsünüz. Görmüsünüz ki, düzdür. Deməli orada x-dan söhbət gedə bilməz. X sözündən söhbət gedə bilməz. Orada x ola bilər ki, demirəm ha %100 var. Ola bilər ki, orada Q hərfi olsun. Q hərfi olmayan heç bir yerdə x yoxdur. İndi bax, C bəndinə baxın, mütləq sözündə siz Q hərfini görürsüz. Deməli orada da xüsusilik ola bilməz. İndi bax, baxın üzr istəyirəm. İnikas sözündə. Burada Q var, amma xüsusilik yoxdur. O deməkdir, elə Q harda varsa orada xüsusilik var. Olmaya da bilər. Ola da bilər, olmaya da bilər. Amma Q olmayan yerdə isə xüsusilik 100% yoxdur. İnikas. Burada da xüsusilik yoxdur. Şərikimiz Malik, Məlik, Şərik, Təbrik, Həlak, Babək, izadə demişdim. Bu tipli alınma mənşəli sözlərdə Q xüsusilikə çevrilmir. Hə. Ev eşik. Zəhmət olmasa mikrofonları bağlayardınız. Şimdi sizin mikrofon açıq qalıb. Hə. Ev eşik sözündə Ülker müəllimə siz mikrofonu açın. Ev eşik sözündə sondakı k, ev eşik xüsusilik kimi tələffüz olunur. Aydın oldu müəllimə? Hə. Müəllimə 20 deməli 7-ci suala baxın. Bəli, bəli. Hı -hı. Aha. Baxın müəllimə üzr istəyirəm. Çox üzr istəyirəm. Müəllimə, burada saitlə başlayan deyir şəkilsi artıranda. Siz də bir dənə saitlə başlayan götürün şəkilsi artırın da. Saitlə başlayan şəkilsi də ının şəkilsi ilə artırın bəs eləyər. Ha, hamısını götürün saitlə başlayan şəkilsi artırın. Görün hamısında çevrilir. Ha, sağ ol. Əla, əla, qurtardı. Gördünüz, ikisində də çevrildi. Qaymağın, çəlləyin. Qaymaqda qığıya çevrildi, çəlləkdə də köyyə çevrildi. Sağ olun müəllimə, mikrofon bağlaya bilərsiniz. Sevinc müəllimə, zəhmət olmasa mikrofon açardınız. Sevinc Ələsgərova, zəhmət olmasa müəllimə mikrofonu açardınız. Müəlliməm test işləməyə görə deməli mikrofonu canlı dərsdə olacaq. Ona görə nə qədər işləsəz o qədər Salam müəllimə, vaxtınız xeyirli olsun. 28-ci sual, buyurun müəllimə.
Saitlə başlayan şəkilçi artırmaqla sözün sonundakı həqiqətən samitin kar və cingiltili olduğunu müəyyən eləyə bilərik. Doğru müəllimə. Növbəti sual. Hə, 29-cu sual buyurun müəllimə. Müəllimə, deyəsən çətinlik çəkdiniz burada. Aha, C bəndi, bəli. Amma bir şey deyim. Biz yenə də o qaydanı yada salıram. Bizdən saitləri, bizdən səsləri, saitləri, sonra samitləri tapmaq tələb olunsa, biz gərək həmin sözlərin tələffüzünü yazaq və tələffüzə əsasən tapaq. Baxın, qayda ilə gedirəm, qayda ilə gedirəm. Taxta sözünün tələffüzü olacaq taxda. Yəni sözün tərkibində iki müxtəlif kar samit gələndə indi izah elədim. İkinci kar samit özünün cingilti qarşılığına çevriləcək. Bitki sözündə olacaq bitki. Sözün tərkibində yenə də iki müxtəlif kar samit gəldi. İkincisi cingilti tələffüz olundu. Yəni ç-güyə çevrildi. Sonra xəstə sözündə olacaq xəstə. Yenə də ikinci kar samiti özünün cingilti qarşılığı kimi tələffüz olundu. Köçkündə olacaq köçgün. Yenə də k-güyə çevrildi. Yəni sonra 90 ancaq necə yazılacaqsa elə də tələffüz olunacaq. Baxıram görürəm. Yəni kar samitlərin yanaşı gəlməsi. Taxta sözündə yanaşı gəlməyib. X cingilti kardır, D cingiltilidir. Bitki sözündə T kardır, G cingiltilidir. Xəstə sözündə S kardır, D cingiltilidir. Köçkün sözündə ç kardır, g cingiltilidir. Yəni bunlarda karla cingilti samit yanaşı gəlib. Amma 90 sözündə x necə yazılacaqsa elə deyiləcək deyə dəqiq tələffüzünü yazmadım. X kardır, s da kardır. Yəni 2 dənə kar samit yanaşı gəlib 90 sözündə C bəndi. Aydın oldu müəllimə? Sağ. Sonra indi yenə də başdan başlayırıq. Deməli Afət müəllimə. Buyurun 30-cu sualı müəllimə. Buyurun müəllimə. Hı. Bəli, bəli, doğru. Doğru cavab. İndi bir dənə də onunla bağlı qaydanı yenə də yada salmağın yerinə düşər. Deməli, sonu ümumiyyətlə b ilə, bax, bir dənə ümumiləşdirmə aparım. Sonu, sözün sonu, hansı sözün sonu b ilə, d ilə, g ilə, c ilə, q ilə və k ilə bitərsə, b, d, g, c, q, k ilə bitərsə, əgər mən onlara götürüb samitlə başlayan şəkilçi artırsam, sözü artırsam samitdən başlayan. Deməli, həmin b, d, g, c, q, k kar tələffüz olunacaqlar. Kar tələffüz olunacaq. Fikir verdiniz, məsələn, palıdır, sonu d ilə bitib və ona samitdən başlayan söz artırdığıma görə d, t kimi tələffüz olundu. Yəni kar tələffüz olundu. 4 manatda 4 sonu d ilə bitib samitdən başlayan söz artırdığıma görə d, t-yə çevrildi. Kitabda bu kitab sonu b ilə bitən söz samitdən başlayan satış sözü artırdığıma görə b, p kimi tələffüz olundu. Yəni kar tələffüz olundu. Niyə? Çünki ondan sonra samitdən başlayan söz artırmışam ona görə. Ona görə cavab 1, 3, 5-dir. Amma sonu b, d, g, c, q, k ilə bitən sözlərimizə götürüb mən saitdən başlayan şəkildə söz artırsam, saitlə başlayan. Sondakı b, d, g, c, q, k cingiltili tələffüz olunacaq. Məsələn, baxın,
Armud ağacında D olduğu kimi qaldı. D olduğu kimi cingiltilidir də. Niyə görə D olduğu kimi qaldı? Yəni cingiltili olaraq qaldı. Çünki ondan sonra ağacı sözü artırdım. Saitdən başlayan söz artırdım. Arı quşaqda da q ğıya çevrildi. Q ğıya çevrilsə də ğ cingiltilidir axı. Yəni ğ cingiltili kimi qaldı da sondakı samit. Niyə görə? Çünki ona saitdən başlayan söz artırdım ona görə. Deməli, sonra bıdıcıcı qıçı ilə bitən sözlərimizə samitdən başlayan şəkil söz artıranda bıdıcıcı qıçı karlaşır. Sonra bıdıcıcı qıçı ilə bitən sözlərimizə saitdən başlayan şəkil söz artıranda bıdıcıcı qıçı cingiltili olaraq qalır. Cingiltiləşir yəni. Sağ olun müəllimə, mikrofonu bağlaya bilərsiniz. Sonra Ayla müəllimə, buyurun. Bəli, 31-ci soru. Buyurun. Onda müəllimə sizə belə bir sual verirəm. Məsələn, lakonikdə niyə k, məsələn, y samitin kar qarşılığı? Y-nin kar qarşılığı nədir? Əvvəlcə onu deyək. Y samitin kar qarşılığı nədir? Bəli, xışdır. Yəni bizdən deyir ki, k hərfi hansı sözdə xışdırıq kimi tələffüz olunur da, düzdür müəllimə? Elə deyir də. İndi baxın. Lakonik sözü ilə liderlik sözü, əmlak, türk və Məkkə sözlər. Bunlardan niyə görə, məsələn, hansında, məsələn, lakonik sözündə niyə görə sondakı samit xüsüşdürük kimi tələffüz olunmadı? Niyə? Niyə? Müəllimə, bayaq izahatda dedim. Dedim ki, əgər ağzımızdan bizim k səsi çıxırsa, o ömrü billah xüsüşdürük kimi tələffüz oluna bilməz. K həmişə yazıldığı kimi tələffüz olunacaq. Aha. K çıxdığına görə dəyişmir. Aha. Bəs niyə görə? Necə? Bəli, ikinci kök üyə çevrilir Məkkə sözünə. Doğru. Aha, doğru tapsın müəllimə. B bəndidir. Türkdə ona görə k kimi qalır ki. Qayda izahatda demişdim. Sonu k ilə bitən təklicali söz olduğuna görə k olduğu kimi qalır. Əməlakda ona görə k kimi qalır ki, sonu k ilə bitən alınma mənşəli söz olduğuna görə k olduğu kimi qalacaq. Liderlik sözündə isə sondakı k xüsusiləşdirib kimi tələffüz olunacaq. Cavabımız B bəndi ona görə. Sağ olun müəllimə, mikrofon bağlaya bilərsiniz. Aytən müəllimə, buyurun mikrofonu açın. 32. Müəllimə, siz interneti yaxşı tutan yerə keçin həmişə. Çünki internet zəif tutduğuna görə səssiz heç nə eşidilmir. Mikrofonu bağlaya bilərsiniz müəllimə, heç nə eşidilmir. Bəli, bəli, indi eşitdim. Buyurun 32-ci sual. İndi bir dəfə qayda izah elədim müəllimə. Sonu bıdıcıcı qıçı ilə bitən sözlərimizə samitdən başlayan şəkil söz artıranda karlaşırlar. Saitdən başlayan şəkil söz artıranda cingilli olurlar. Bizdən də deyir kar tələffüz olunsun. İndi baxın görün sonu bıdıcıcı qıçı ilə bitən sözlərimizə hansında samitdən başlayan şəkil söz artırılıbsa, deməli orada karlaşacaq. Bəli, bəli. Çünki sonu q ilə bitib, sonu bıdıcıcı qıçı q ilə bitib q. Və ona samit damışdan ləpəsi sözü artıldığına görə sondakı q kar tələffüz olunacaq. Yəni x-ya çevriləcək. Fındıq ləpəsi olacaq. Cavabımız E-bənd. Amma baxın ərik ağacı. Ərik sözündə sonu k ilə bitən sözə saitdən başlayan ağac sözü artırıldığına görə k y-ya çevriləcək. Y da cingiltilidir. Nə demişdik? Saitdən başlayan şəkil sözü artıranda cingiltiləşir. Samitdən başlayan şəkil sözü artıranda karlaşır.
Uşaq ayaqqabısında sonu q ilə bitən sözə saitdən başlayan ayaqqabı sözü artırıldığına görə qı-qıya çevrilir. Yəni cingiltiləşir. Çiyələk ətri sonu k ilə bitən sözə saitdən başlayan ətri sözü artırıldığına görə k-yə çevrilir. Yəni cingiltiləşir. Əncir yarpağı burada isə r, bıdıcıcı q2 demişdik də. R ilə bağlı heç nə deməmişdik ki. R olduğu kimi qalır, dəyişmir heç vaxt. Cavabımız ona görə E bəndidir. Aydın oldu mu müəllimə? Sağ olun, mikrofonu bağlaya bilərsiniz. Gülçəhər müəllimə, buyurun mikrofonu açın, zəhmət olmasın. Bəli, doğru müəllimə. Y bəndi. Çıxış hamısı kardır, pətək hamısı kardır. Sondakı Q, İ kimi tələffüz olunur, İ də kardır. Həsəddə də sondakı D, T kimi tələffüz olunur, o da kardır. Bəli, doğru cavabımız Y bəndi. Doğru. Sağ olun müəllimə, mikrofonu bağladım. Sonra Ülker müəllimə buyurun. 34-cü sual. Niyə, nəyə əsasən dediniz elə? Daha hansı, birinci yoxsa ikinci? Ay, bəli. İndi niyə çevrildi müəllimə? Niyə t-yə çevrildi? Bildim. Bildim. Düz də tapsız müəllimə. Kar qarşılığı kimi tələb. Hə, bir şey deyim müəllimə. Niyəsini deyirəm. Baxın, tapmağa düz tapdınız, amma izahatı doğru deyil. Çünki sonu polad. Bax, sonu b, d, c, c ilə bitən sözdür. Poladdı. Düzdür? Azaddır. Onlara demişdik ki, sonu bıdıcızı ilə bitən sözlərimizə samitlə başlayan əgər mən şəkilçi ya da samitlə başlayan sözü artırsam, onda həmin bıdıcıcı özünü kar qarşına çevirəcək. Mən də Poladdı sözünə samitlə başlayan dan şəkilçisi artırdığıma görə Poladakı birinci d t-ya, yəni özünün kar qarşına çevrildi. Azad sözündə də samitlə başlayan dır şəkilçisi artırdığıma görə azaddakı birinci d t-ya çevrildi. Yəni özünün kar qarşına. Ona görə 2-5-dir. Aydın oldu müəllim? 2-4. Sağ olun. Sonra buyurun Sevinç müəllimə. 35 buyurun. Yıx yox, x müəllimə. X xoruzun xətti. Doğru. Bəli, hamısında necə tələffüz olunur qılar buradan B bəndində? Xeyr, xeyr, xeyr. K kimi, K. Üfüq, şəfəq, muvafiq, sadiq. Çünki alınmalarda da K kimi tələffüz olunur. Doğru. Müəllimə siz 36-nı da oxuyun. Hı. Müəllimə, indi variantlardan istifadə edin. Bax, İ səsin bir dənə hərfimiz cəmi verir də, o hansı hərfimiz idi? Haşa. İndi hansı sözdə K hərflər varsa ancaq ora baxın. O biri K hərfi olmayan yerə baxmayın, çünki orada İ ola bilməz. Aha, aha. 1, 5, sonra gərəksiz, bəli.
Amma məsələn tikanlıda k olsa da burada iyıq kimi tələffüz olunmur. Tihanlı deyənmərik ki, ona görə olmaz. Məqsədən iqtidar sözündə də k hərfi olmadığına görə orada iyıqdan söhbət belə gedənməz. Deməli cavabımız 1, 4, 5 şaban. Aha, sonra sağ olun müəllimə, mikrofon bağlaya bilərsiniz. Hamıdakini. İndi Ülker müəllimə arxadan deməli belə eləyək də, aşağıdan yuxarıya doğru başlayırıq. Buyurun Ülker müəllimə, siz oxuyun bir dənə 37-ci sualı. Bəli. Müəllimə, bir dənə üzr istəyirəm. Sizdən şərtdə nəyi soruşursa ona əməl eləyin. Sizdən deyir ki, hansı zərgədə hər iki sözə saitdən başlayan şəkilçi artırdıqda. Deməli ona siz saitdən başlayan şəkilçi artırmalısınız. Mən də demişdim, saitdən başlayan şəkilçi deyəndə elə özünü artırın. Artırın elə saitdən başlayan şəkilçini. Müəllimə, saitdən başlayan şəkilçi deyir. Saitdən başlayan şəkilçi ı, ni, nunun. Götürün onu artırın həmişə. Ay sağ ol. Öyün, çöyüyə çevrildi öyün, budağın. Orada da qığıya çevrildi. Yəni sizdən bax şərtdə nəyi soruşur, onu əməl etsəz kifayət eləyir. Deyir ki, hansı zərgədəki hər iki sözə saitlə başlayan şəkilçi artırdıqda. Deməli siz ona saitlə başlayan şəkilçi artırın. Saitlə başlayan şəkilçi artıranda da daya axtarmayın da elə ünini artırın, ünin saitlə başlayır çünki. Və onda deyir artıranda hansında Q ya da Q-yə çevriləcək, Q da Q-yə çevriləcək. İndi böyük sözünə saitdən başlayan ünin şəkilçi artıranda böyüyün Q-yə çevrilir. Budaq sözünə sahibdən başlayan ünün artırında budağın. Burada da qılğıya çevrilir deməli cavabımız B bəndi. Aydın oldu müəllimə? Mikrofon bağlaya bilərsiniz müəllimə. Sonra Gülçərə müəllimə zəhmət olmasa mikrofon açardınız. Müəllimə, zəhmət olmasa mikrofon açardınız. Gülçərə müəllimə. Aytən müəllimə, zəhmət olmasa mikrofon açardınız. Aytən müəllimə açmazsan. Hə. Ə, Ailə müəllimə, zəhmət olmasa mikrofonu açardınız. Aha. Doğru müəllimə, doğru. Çox sağ olun. Afət müəllimə, zəhmət olmasa mikrofonu açardınız. Müəllimə 40, xeyr, xeyr, 41 oxuyun, 41. 41. Aha, yəni k-ni ifadə edir də.